Salam. Haqqında danışacağımız resurs bizə müəyyən təqdimatları qiymətləndirmə vasitələrinin bir link vasitəsilə öyrənənlər tərəfindən göndərilməsinə şərait yarada bilən bir resursdur. Resursdan istifadə etmək üçün ilk öncə qeydiyyatdan keçməliyik. Qeydiyyatdan keçmənin müxtəlif üsulları var. Müvafiq üsulu seçdikdən sonra qeydiyyatı tamamlayırıq. Qeydiyyat tamamladıqdan sonra isə növbəti dəfələrdə login əmrinə klikləməklə və hansı hissə ilə qeydiyyatdan keçmiş isə müvafiq həmin üsulu tətbiq etməklə yenidən daxil olaraq resursdan yararlana bilərik. Qeydiyyatı tamamlamışıq, artıq biz daxil olmuşuq resursumuza və yazın üzərinə klikləməklə müxtəlif hazırlayacağımız resursların bölməsinə gəlirik. Hazırlayacağımız resurslar ilk dəfədirsə, burada təbii ki, dizaynı fərqli ola bilər. Create Story bölməsinə klikləməklə biz resursu başlamağa hazırlayırıq. Müxtəlif bölmələr, template'lər var ki, onlardan istifadə etməyimiz mümkündür. Biz hazır boş dizaynı seçim etməklə onun üzərində işlər görməyi məqsədə uyğun hesab edirik. Və daxil olduqdan sonra ilkin olaraq digər təqdimat alətlərində müvafiq olaraq necə başlıq, alt başlıqlar yazırıqsa, eyni qaydada biz həmin bölmələri daxil etməliyik. Bu bölmələr bizim mövzumuzun əsasını təşkil edən bilən hissədir və bu şəkildə istədiyimiz mövzu başlıqlarını və alt başlıqlarını qeyd edə bilərik. Və bundan sonra isə artıq digər parametrlərinə baxmaq mümkündür. Daha sonra plus əmri gəlir və bununla da digər bölmələri daxil etməyimiz mümkündür. Yəni, daxil edə biləcəyimiz resursları buraya müvafiq olaraq əlavə edə bilərik. Tekst formatında müxtəlif təqdimatımız üçün mətin əlavə edə bilərik. Yaxud digər bir resurs əlavə etmək üçün mən şəkil formatını seçirəm və müvafiq olaraq müxtəlif üsullarla şəkillər əlavə etmək olar. Şəkillə yanaşı digər resursları daxil etməyimiz mümkündür. Mən kompüterin yaddaşından hər hansısa bir fotonu daxil edirəm. Şəkil yüklənilir və bununla da bizim təqdimatımıza əlavə edilmiş olur. Hər şey hazırdırsa, artıq biz share əmrinə klikləməklə müvafiq olaraq biz link vasitəsilə göndərə bilərik. Bu, həmçinin əməkdaşlıq və ya görünmə rejimində ola bilər. Linkimizi kopya edirik və kopya olunmuş nüsxəsini göndərəcəyimiz şəxsə müvafiq olaraq göndərə bilərik. Və ya öz şəxsi notebook'umuzda present əmrini seçməklə digər təqdimat alətləri kimi təqdimatımızı nümayiş etdirə bilərik. Bu formada davam edə bilərik.